Hər vaxtınız xeyirli olsun əziz dinləyicilər. Sizinlə mənəm 93 FM dalğasında biznesin nəbzi verilişi ilə Paşa Abdulla yaxın bir saat ərzində birlikdə olacağıq və təbii ki, studiyada tək deyiləm, qonağım var. Qonağım çox fərqlidir. Niyəsini elə təqdimat edəndə biləcəksiniz. Qonağım Xəyalə Cabbardır. Xəyalə Cabbar kimdir, nəçidir? Bərbər, stilist, yəni bildiyimiz bərbər deyəndə artıq dinləyicilər anlamış oldu ki, belə deyək, kişi saç kəsimi və stili ilə məşğulsuz. Salamlayıram sizi, xoş gəlmisiniz Xəyalə xanım. Buyurun siz də dinləyicilərimizi salamlayın. Çox sağ olun Paşa bəy, xoş gördük. Hər kəs salamlayıram və xoş dinləmələr arzu edirəm. Təşəkkür eləyirəm. Xəyalə xanım, belə deyək, xarici ölkələrdə çox görürdük. Hətta mən deyim, uşaqlıq illərindən görürdük. Filmlərdə, müəyyən çəkilişlərdəki bəylərə, məsəl üçün xanımlar, xanımlara bəylər. Bizdə son illər demək olar ki, bu artıq bu proses başladı. Əvvəllər bildiyimiz ənənəvi də gedirdik bərbər, bu uşağın saçını kəs, bitdi, getdi, belə idi. Bax, Xəyalə xanım bərbərlik və stilistlik sahəsinə gəlişini necə başladı? Bax, bunu dinləyicilərlə bölüşək. Belə bir söz var. Bəzən insan həyatda planladığı məqsədləri olur, bəzənsə planlamadığı məqsədləri olur. Hansı ki, mənim məqsədlərim fərqli idi. Marketoloq olaraq yolumu davam etdirmək və marketinq direktor kimi, yəni ömrümün sonuna qədər bu şəkildə fəaliyyət göstərmək. Daha sonra bir gün işimdən bezmiş biri olaraq, belə deyim, və hansı ki, insanların çoxunun arzusu idi. Kaspian Plazada işləyirdim, tanınan kursların birində, bəli. Və mən çox yorulmuşdum. Fikirləşdim, hansısa bir fərqli sahə seçməliyəm. Özüm də marketinq sahəsində olduğum üçün bilirsiniz ki, marketoloqlar hər zaman fərqlilik axtarışındadılar və düşünürdüm elə bir şey olsun ki, insanlardan asılı olmayım. Daha çox necə deyirlər, müdürdən asılı olmayım. Yəni özüm öz işim olsun, amma elə bir iş olsun ki, mən istəyəndə istədiyim yerə gedə bilim. O deyirləri öz əlim öz başım məsələsi. Bəli. Yəni heç nədən asılı olmayım. Getdim və başladım işləməyə. Belə kimisindən bir şey düşünürdüm. Və bir gün Instagramda videoları, reelslara baxarkən rəfiqəmlə bir yerdə oturmuşduq, belə deyim. Bir video qabağıma çıxdı. Xanım bərbər idi, hansı ki, klassik geyimdə çox peşəkar şəkildə kişi saç düzümü icra eləyirdi, yəni fəaliyyət göstərirdi. Və bu mənim çox xoşuma gəldi. Niyə də mən edə bilmərəm deyə düşündüm. Bunu ətrafımda çox insanla məsləhət elədim və təbii ki, indi hal-hazırda ətrafımda yoxdur o insanlar. Çünki heç biri buna razılıq vermədi və çoxu məni necə deyirlər, sən dəli olmusan, belə bir şey mümkün deyil, sən fərqlilik yaratmaqla bilirsən nə qədər iradlara tuş gələcəksən kimisindən və s. belə bir ifadələr səslənirdi mənə qarşı. Hansı ki, güvəndiyim, daim yanımda olan insanlar, dost, tanış, ətraf, bilirsiniz ki, fərqi yoxdur hansı millət oluruq olaq, biz sosial varlıqlarıq və ətrafımızdakı insanlar bizə mütləq şəkildə energetik olaraq təsir eləyir. Çünki biz spiritual varlıqlarıq, belə deyim. Və bunlar da mənə yaxşı təsir etmədiyi üçün hər birini bir-bir üstündən, belə deyim, xət çəkərək uzaqlaşdırdım və bunlar məni yolumdan geri döndərmədi və mən daha çox, necə deyərlər, o qonşunun övladı söhbəti var bizdə Lori dildə, yəqin bilərsiniz. Həmişə deyirlər ki, xalqın uşağı bunu elədi, niyə sən bacarmadın və insanlar onu axtarır həmişə xalqın uşağı söhbəti. Yəni, məndə də eyni elədi, sanki bir xalqın uşağı var idi və həmin o xarici xanım idi və mən də niyə bacarmaram kimisindən, insanları da daha çox qıcıq yaratdıqca bu məndə həvəs yaradırdı və bu şəkildə başladım öyrənməyə və normal olaraq mən deməyəcəm ki, okey, hər şey əla oldu, hər şey mükəmməl davam etdi və çox rahat idi. Yox, heç də rahat deyildi, çox çətin idi. Sanki belə deyim, hər hansı bir ağac əkirsiniz, bir fidan cücərməkdədir və o fidan cücərəndə təbii ki, müəyyən bir müddət lazımdır və bunun üçün torpaq lazımdır, su lazımdır, hava şəraiti uyğun olmalıdır və burada da ümumiləşdirsəm belə deyə bilərəm ki, bəzən hava şəraiti uyğun olmurdu, bəzən torpaq uyğun olmurdu. Yəni burada müəllimlər və ya ortam, yəni məni öyrədən ustalar nəsə uyğun gəlmirdi və yaxud da öyrətmə sistemi uyğun gəlmirdi. Amma yenə də davam elədim ta ki öyrənənə qədər.
Maşallah olsun deyirəm. Mən bu danışıqdan, bu çıxışdan sonra bir şeyi də yəqin etdim ki, siz nəinki bərbər kimi, hətta aparıcı kimi də özünüzü sınasanız, orada da uğur Fəaliyyət qazana göstərmişəm. bilərsiniz. Görürsüz, deyirəm də, qonaq belə olanda elə rahat oluram ki, sual ver, qonaq söhbət etsin, vaxt hardan gəlib gedəcək, heç hiss etmək olmur. Bax, şikayətləriniz bol oldu. Ki çətinliklər olub, qınayanlar olub, sözün əsl mənasında mən anlayıram onu. Bax, hal-hazırda da var. Bu, mən həmişə vurğulayıram, hər zaman bunu qeyd edirəm ki, istənilən ən ideal bir peşə göstərsək, onları belə qınayan tapılır. Yəni, bu mümkünsüz bir şeydir ki, kimsə, özdə ən çox da bizdə bu var. Yəni, özə edə bilmir, o kənardan fikir söyləyir. Bu bizdə bir dəb halını alıb. Məsləhət verməkdir, filandır. Yəni ən belə deyək də pulsuz bir şeydir də, məsləhətdir verirsən, qınayırsan, nə gedir ki səndən? Heç nə getmir. Bəs yaxşı, dəstək olanlar necə? İnanmıram ki, olmuyor. Dəstək olanlar da təbii ki oldu. Elə ilk öncə mənim anam, belə deyim, biraz düzdür, tərəddüdlər içində qalırdı. Çünki yolumun çətin olacağını bilirdi və mənə deyirdi ki, qızım, yəni o qədər asan olmayacaq. Mən də ki, yəni mübarizə aparmağı sevirəm. Çünki bayaq dediyim kimi, aparıcılıq sahəsində də məsələn mən sıfırdan başlamış və bu arada mən Bakılı deyiləm, yəni başqa bir rayondan gəlmişəm və 2018-də belə deyim, həyatımın dönüş nöqtəsi idi. Hansı ki, mənim təhsil karyeramda və təlimçilik fəaliyyətimdə mən sıfırdan başlamış bir gənc olaraq Qızların Liderliyi Akademiyasına seçildim. Hansı ki 835 nəfər idi. Onun içindən 32 nəfər seçilmişdi. Biri mən idim. UNICEF-in layihə idarəçiliyinə seçilmişəm, onu bitirmişəm. Yəni belə ümumiyyətlə vurğulayanda deyə bilərəm ki, asan xidmətdə də çox təlimlərim olub. Gənclərə çox dəstək olmuşam. Şəxsi inkişaf, motivasiya və effektiv danışıq üzrə. Yəni bu sahədə özümü 6 ilə yaxın sınadım. Gördüm ki, marketinq və bu sahədə məndə alınır, çox yaxşıdır və uğurlu davam edir. Sadəcə müəyyən müddətdə bayaq qeyd etdiyim kimi artıq bir həvəsdən düşmə ərəfəsi yaranmışdı ki, mən də yenilik axtarırdım və inanın mənə düzdür, işimi çox sevirdim, hər iki sahəni, marketinq və təlimçiliyi, amma sonra bir sanki qırılma nöqtəsi baş verdi və ondan sonra bu sahəni kəşf elədim, amma inanın bu sahədən də bir ara uzaqlaşmaq istədiyim olubdu və hansı ki o insanların bayaq qeyd etdiyim kimi iradları insanı yorduğu olur normal olaraq, amma İnanın mənə maksimum 1-2 saat olubdu. Daha sonra belə deyim, özümü ayağa qaldırıb davam eləmişəm. Yəni 5 ildir davam edir. Bu məqamda qısa bir fasiləyə ayrılmaq məcburiyyətindəyəm. Əziz dinləyicilər, bugün ümumiyyətlə dalğanı dəyişməyim. Bura çox maraqlıdır. Çünki qonağım maşallah olsun, olduqca zəngin, parlaq bir qonaqdır. Daha sonra qısa fasilədən sonra davam edəcək. Bəli, dəyərli dinləyicilər, biz qısa fasilədən sonra yenidən birlikdəyik, sizinləyik və qonağımı bir daha qeyd edərək keçid edəcəm sponsorlar haqqında məlumata. Qonağım bərbər, stilist Xəyalə Cabbardır. Əlaqə nömrəmizi qeyd edim, əgər suallarınız varsa Xəyalə xanıma ünvanlayacağınız, o zaman 055 934 90 93 nömrəsi vasitəsilə WhatsApp üzərindən yazılı formada yazıb suallarınızı ünvanlaya bilərsiniz. İndi isə sponsorlar haqqında məlumat. Verilişimizin baş sponsoru Abşeron Ticarət Mərkəzi Azərbaycanın və Cənubi Qafqazın ən böyük ticarət kompleksidir. 300 hektar ərazidə yerləşən mərkəzdə 1500-dən çox mağaza fəaliyyət göstərir. Burada tikinti, təmir, dekorasiya, elektrik, məişət texnikası və bağ-bağça sahələrinə aid minlərlə məhsul bir məkanda toplanıb. Kompleksə şəhərin müxtəlif istiqamətlərindən mütəmadi avtobus marşrutları işləyir. Ərazidə ayrıca avtovağzal fəaliyyət göstərir. Bu da həm alıcılar, həm də sahibkarlar üçün rahat gediş-gəliş imkanı yaradır. Abşeron Ticarət Mərkəzinin bütün obyektləri sığortalıdır və 24/7 fəaliyyət göstərən yanğından mühafizə və canlı mühafizə xidməti ilə qorunur. Kompleksin bütün perimetri kameralarla izlənir, təhlükəsizlik yüksək səviyyədə təmin olunur. Ziyarətçilərin rahatçılığı üçün geniş pulsuz parking zonası, ictimai yaşa və xidmət sahələri, həmçinin logistika və ambar infrastrukturu mövcuddur. Abşeron Ticarət Mərkəzi tikinti, təmir və dekorasiya sahəsində biznesin ən güvənli ünvanı, minlərlə sahibkar və alıcının gündəlik seçimidir. Ünvan Lökbatan, əlaqə Ulduz 6767.
Digər baş sponsorumuz isə VK brendidir. VK brendi 1969-cu ildən dünya bazarında fəaliyyət göstərir və keyfiyyətli qapı pəncərə profillərini təqdim edir. Azərbaycanda isə 1992-ci ildən yerli müştərilərə, Azərbaycan vətəndaşlarına xidmət göstərir. Əgər siz də eviniz üçün keyfiyyətli qapı pəncərə profilləri axtarışındasınızsa, o zaman VK brendinə müraciət edə bilərsiniz. Sifarişlər həm Bakıdan, həm də bölgələrimizdən qəbul olunur. Daha ətraflı məlumat əldə etmək, VK brendinin qapı və pəncərə profilləri ilə yaxından tanış olmaq üçün 3WVK saytına daxil olursunuz. Həm rəng çeşidləri, həm də bütün VK məhsulları haqqında məlumat əldə edirsiniz. VK hər zaman etibarlı, rəqib tanımır. Verilişimizin xüsusi sponsoru Embavooda təşəkkürlər. Embavoodda möhtəşəm fürsət davam edir. İstədiyiniz mebeli indi seçirsiniz, ödənişə isə 2026-da başlayırsınız. Üstəlik, bütün mebellərə 3 il rəsmi zəmanət verilir. Elə indi ən yaxın Embavood mağazasına yaxınlaşaraq və ya Embavooda saytına keçid edərək onlayn sifariş edin. Ətraflı məlumat əldə etmək üçün 126 çağrı mərkəzinə zəng edə bilərsiniz. Embavood, evdə daha gözəldir. Verilişimizin sponsoru isə Status Groupdur. Status Group 5 ildir layihələndirmədən təmirə, açar təhvilinə qədər xidmətlər göstərir. Artıq Ağşəhər Yaşılada 2 ünvanında yerləşən Status Groupa üst tutmaqla A-dan Z-yə bütün inşaat məhsullarını birbaşa istehsalçıdan və ixalçıdan sərfəli qiymətlə əldə edə bilərsiniz. Status Group keyfiyyətli tikinti, doğru təchizatı önərir. Əlaqə 077 272 83 83. Və biz qonağımızla qaldığımız yerdən söhbətimizə tam sürətlə davam edirik. Bir daha qeyd edim, əgər yeni qoşulan dinləyicilərimiz varsa, qonağım bərbər, stilist Xəyalə Cabbardır. Bir daha xoş gördük, xoş gəlmisiniz Xəyalə xanım. Təşəkkür edirəm dəvət üçün Paşa bəy. Hər Siz kəsə xoş dinləmələr arzu edirəm. Var olun. Bir daha əlaqə nömrəmizi qeyd edim. Artıq sual göndərənlər var. Bir qədər sonra o suallardan belə deyək, tanış olub sonra qonağımıza təqdim edəcəm. 055 934 90 93 nömrəsi ixtiyarınızdadır. WhatsApp üzərindən yazıb göndərə bilərsiniz suallarınızı. Demək, belə bir sual ünvanlayacağam. Sizcə yaxşı bərbəri digərlərindən fərqləndirən əsas xüsusiyyət nədir? Bax, sizin şəxsi fikrinizi istərdim bilək. Mənə görə Paşa bəy, yəni öz yol istiqamətimdən, məqsədlərimdən nəzərən bu fikri bildirmək istəyirəm ki, bir ustanın yaxşı olub olmaması onun peşəkar fəaliyyətindən asılıdır. Yəni istənilən sahədən asılı olmayaraq, məsələn, çarıqçı belə olsa bir insan, yəni dərzi belə olsa və ya başqa bir sahə, müəllim belə olsa, onun həmin işə peşəkar şəkildə yanaşması çox önəmlidir. Yəni biz daim öz üzərimizdə çalışmalıyıq, yeni biliklərə yiyələnməliyik. Çünki indiki dövr elə bir dövrdür ki, özünüz bilirsiniz, belə bir zarafata söz deyəcəm. Elon Musk artıq Marsda torpaq satır. Yəni biz hələ necə deyirlər, müəyyən şeyləri hələ ki, yəni mentalitet şeylərinə görə inkişaf elətdirə bilmirik. Əslində bunlar çox sadə bir şeylərdir. Biraz mentallığı qarışdırırlar bəzən bəli. insanlar. Yəni inkişaf etmək, mental dəyərləri tapdalamaq, irəli getmək deyil, tamam başqa şeylərdir. Mental dəyərlər deyəndə, məsələn, böyük-kiçiyə hörmət var. Bəli. Bu mental dəyərdir Bəli, bizdə. Yəni ictimai nəqliyyatda bir böyüyə durub cavan yer verir. Bu mental dəyərlərdir əslində. Yəni bu kimi bir çox dəyərlərimiz var. Bunu bəzən qarışdırır insanlar. Bu doğru bir şey deyil. Yəni inkişaf eləmək, nəsə kəşf eləmək, nəsə öyrənmək o demək deyil ki, sən mental dəyərləri itirdin. Buyurun, davam edin. Və keçən dəfə yəni yaxın vaxtlar ərzində belə deyim, bir 10 gün bundan əvvəl mənə bir sual vurğulandı ki, bir bərbər üzr istəyirəm ifadəmi gör, bir dəllək nə qədər inkişaf eləyə bilər də? Azərbaycanda adi halda axı dəllək, saç qırxan belə ifadələr vurğulanır. Bəli. Hansı ki, ən nifrət elədiyim sözlərdir bunlar. Çünki bir insan saç kəsir, saç düzəldir, hansı ki o saça bir stil verir. İnsanın üzünə baxaraq, onun üz quruluşu, danışıq tərzi, gördüyü iş, xarakteri və geyim tərzi təbii ki, bunları nəzərə alaraq bir saç düzəldir və axırda gəlib biri sənə deyir ki, dəllək nə qədər inkişaf eləyə bilər ki? Amma əslində o keçmişdə qalıb. Bayaq qeyd etdiyim kimi Elon Musk artıq Marsı necə deyirlər, formalaşdırır, başqa planetə keçibdi. Amma biz o şeyi öz beynimizdə formalaşdıra bilmirik. Çünki müəyyən bir toksik anlayışlar var, hansı ki
İnsanlar o şeyə inanır və düşünürlər ki, onun mental dəyərlərlə əlaqəsi var. Amma əslində heç bir əlaqəsi yoxdur. Bir xanım əgər istəyərsə, həkim də ola bilər, mühəndis də ola bilər, yeri gələndə maşın ustası da ola bilər ki, xaricdə bu adi haldır. Məsələn, fəhlə də ola bilər, divar ustası da ola bilər, məsələn, yəni rəngsaz ola bilər, bənna ola bilər. Çünki qadın kişi ayrımcılığı olmadan hər kəs bir sənətə yiyələnə bilər. Yəni hər kəs bir şəkildə yenə də öz halal pulunu qazanmağa çalışır. Yəni öz çörək pulunu qazanmağa çalışır və hər kəsin həyata baxış bucağı fərqlidir. Yəni biz əgər Azərbaycanda yaşayırıqsa, bu o demək deyil ki, biz mental dəyərlərimizi ayaqlayırıq. Yox. Hər kəs öz mental, o bayaq dediyiniz kimi, o özünə aid dəyərləri, hörməti və empatiya hissini qoruyaraq işini peşəkar şəkildə həyata keçirmək istəyir. Hansı ki, mən də bunun üzərindən gedirəm və həmin adama belə bir ifadə səsləndirdim ki, siz hansı sahədə çalışırsınız və özünüzü nə qədər inkişaf elətdirirsiniz? O mənə dedi ki, filan sahədə işləyirəm və dedim, neçə ildir o işdə işləyirsiniz? Deyir ki, artıq 8 ildir. Bu sahədə çalışıram və eyni sahədə də düşünün, məsələn, atıram, adam mühəndisdir və mühəndis olaraq qalır. Bu artıq bilirsiniz nə deməkdir? Və mühəndislikdə də irəliləyiş olmayıb. Təbii ki, burada belə artım olmalıdır və adama mən gülərək dedim ki, yəni normaldır bu halda olmanız. Çünki siz inkişafla bağlı özünüzü həqiqətən dəyişdirməlisiniz, düşüncələrinizi, baxış bucağınızı dəyişməlisiniz ki, siz qabağa gedə biləsiniz və hansı ki, sizin təhsilə, özünüzə yatırdığınız hər müəyyən qədər məbləğ mütləq şəkildə öz karyeranızda sizə təkrar pullar qazandıracaq. Yəni heç vaxt təhsilə, karyeraya yatırılan pullar, yəni insanın itkisi deyil. Çünki Azərbaycanda bunu yəqin ki, ətrafınızda da sizin elə insanlar olar. Buna vaxt itkisi kimi baxırlar və bayaq qeyd etdiyim kimi bir bərbər nə qədər inkişaf edə bilər. Mən bu sahədə özümə çox güvənirəm və peşəkar şəkildə fəaliyyət göstərirəm. Yəni bunu da hər hansı bir nəylərləsə sınırlandırıb türklər demiş, yəni qısıtlayıb o yerdə saymağı düşünmürəm. Hansı ki, hər kəs, yəni belə deyim, hər kəs deməyək də 90-95% insan Azərbaycanda özünü müəyyən bir çərçivəyə salır və düşünür ki, ancaq o çərçivənin içərisindədir. Amma hansı ki, o bilsə ki, onun potensialı daha çoxdur, özünə inansa, öz-özünə motivasiya versə və inanın mənə nadirən olur ki, biriləri həmin insana motivasiya verir və o verdiyi motivasiya belə, düşünün ki, bir dəmir topdur, yəni belə necə deyirlər, kürədir. O dəmir kürəyə nə qədər kənardan çəkic və yaxud da hər hansı bir alətlə vursaq da, o dəmir kürə əgər içərisindən, məsələn, tərpənmirsə, o kənardan tərpənəsi deyil. Yəni fizika anlayışı var, belə bir anlayış var və bizə ətrafımızdakı insanlar nə qədər təsir edə bilər? Sadəcə səthdə qalacaq və bizim istədiyimiz qədər bizə yanaşacaq. Yenə də motivasiya bizim özümüzdən asılıdır və karyeramıza inanmağımızdan asılıdır. Əgər mən yaxşı müəllim olmaq istəyirəmsə və bugünkü gün müəllimlik ilə bağlı heç bir şey etmirəmsə, yeni dərslərə yiyələnmirəmsə, Azərbaycan üçün yenilik etmirəmsə, mənim gələcək karyeramın uğurlu olmağından və daha yaxşı seçilən müəllim olmağımdan söz belə gedə bilməz. Yəni adı belə ola bilməz. Yəni hansı sahədə bayaq qeyd etdiyim kimi olmağımızdan asılı olmayaraq fərqi yoxdur. Məsələn, atıram, adi ofisiant belə, əgər ofisiant yaxşı ofisiantdırsa, öz üzərində işləyirsə və müəyyən kriteriyalara cavab verirsə, o baş ofisiant olur. Daha sonra onun, necə deyirlər, iş vəzifəsi arta-arta gedir. Və bu onun maddi vəziyyətinə də, İstənilən sahədə belədir. Və sözünüzə qüvvət, mən bir şey qeyd edeyim. Təkcə xanımlarda deyil, bəylərdə də bu kimi problemlər olur. Necə? Mənim bir qohumum var, o xanımlara qulluq edir, saç stilist kimi. Ona vaxtı ilə yəni eşidirdim də indi müəyyən adamlardan ki, nə olacaq? Yəni demirəm belə asıb kəsmək yox, amma bir növ belə qəribə baxırdılar ki, yəni iradlar yorurdu. Yəni gedib xanım saçı falan, inanın mənə şəraitində qurub, qabağa da gedib, inkişaf elətdirib özünü. Yəni söhbət burada məsələ təkcə pulda deyil. Məsələ bilirsiniz nədir? Onun məsəl üçün çalışdığı salona elə müştərilər gəlir ki, sən artıq onlarla ünsiyyətdə olursan.
bax oradan sənin qazancın başlayır birinci növbədə. Sən hər müştəridən bir şey öyrənə bilərsən. Söhbət, yəni ənənəvi bərbərə getmirikmi biz? Gedirik, o nədənsə danışır, falan şey oldu, falan şey, falan şey. Kreditlərindən, yəni borclarından. baxın, bax fərq burdadır. Fərq burdadır. Yəni sən hansı bir belə deyək də vəziyyətdə olan adamın yanına gedirsənsə, o duruma da sən köklənirsən. Ona görə də bax indi o adamın gəlişi, duruşu, qaməti, baxışı tamam dəyişibdi, yəni bu illər ərzində. Çünki mühit insana çox böyük şeylər verir, faydalanmaq lazımdır, yaxşı mühitlərə düşmək lazımdır, bacarmaq lazımdır. Suallar var. Burada diqqətimi çəkən bir sual oldu. Deməli, bu ənənəvi bir dərddir də. Bunu hər kəsdən eşidirik. 7741 nömrəli abunəçi nəyə maraqlanır? Yəqin ki, xanım olar. Saçı fenlə qurudarkən zədələnməsinin qarşısını necə almaq olar? İlk öncə saçı yuyanda hər kəs saçına uyğun şampun istifadə etməlidir. Mənim belə demək, deyəcəyim. iş oradan başlayır. Bəli, təbii ki. Yəni mən belə qeyd edəcəyim hər hansı bir marka yoxdur, amma çalışsınlar ki, heç vaxt ucuz markaya qaçmasınlar. Yəni ən azından büdcələrinə uyğun bir Amma şey. bir də düşüb düşməməyi də var da. Orada tək qiymət deyil də. Çünki mənim özümdə olub ən bahalısını belə istifadə eləmişəm. Görmüşəm ki, yox. Məsəl üçün orta bir qiymətdə olan düşübdü saçıma. O da məncə rol oynayır, düzdürmü? Bəli, təbii ki. İndi mən qeyd etmək istəmirəm sadəcə etik sayılmadığı üçün. Mənim illərdir istifadə etdiyim bir marka var, hansı ki qiyməti çox yüksək də deyil, aşağı da deyil. Bayaq siz dediyiniz kimi, yəni çox bahalı şampundan da istifadə etmişəm, amma yaxşı deyil. Bu şampun hal-hazırda məni demək olar müştəri saç tiplərinin hamısına düşür deyə qane edir. Və suyun istiliyi önəmlidir. O reklam arasında soruşacağam. Suyun istiliyi. Bəli, suyun istiliyi çox önəmlidir. Çox isti olmamalıdır, çox soyuq da olmamalıdır. Çünki başımızın dərisində kök hüceyrələri var, hansı ki Lordel desək aşüzən kimidir başımızın dibləri və hər o kök diblərində yağ olur. Bizim saçımızın yağlanma səbəbi odur. Tük köklərindən yağ ifraz olunur. Biz gecə yatanda olur bu da təbii ki. Yəni fikir vermiş olarsınız, yumursuz saçınızı, yatırsınız, səhər durursunuz, yağlanır. Demək belə çıxır ki, onda mən bəzi eşitdiyim və icra edən adamlar da tanıyıram. Bu duş qəbul etdikdən sonra belə deyək, ən sonda soyuq su ilə bir yüngül istifadə eləyirlər. Yəqin ki, bu həm sağlamlığa, həm də ona da yaxşı təsir eləmiş olar. Bədənə yaxşı təsir edir, amma saç üçün məsləhət görmərəm. Çalışsınlar ki, orta temperaturda bir su olsun. Bəli, əgər çox isti su ilə yuyurlarsa, bu mütləq ki, kəpək yaradacaq. Soyuq su ilə da yuyanda yenə kəpək yaradır və yağlanma getmir, saç daha çox yağlı qalır və görmüş olarsınız saçlar bir-birinə yapışır. Məsələn, atıram yağış suyu saçınıza dəyəndə görürsünüz ki, saçlar bir-birinə elə bir ki, yapışıbdır və heç yaxşı görünmür və saç başlayır kəpəkləməyə. Əgər həssas saç dərisidirsə, yox, həssas saç dərisi olmayan insanlar var. Onlar fərqi yoxdur. Sabunla belə yuysalar, yəni yenə də saçı çox yaxşı qalır. Hansı ki, ona insanlar paxıllıq edir və saçı çox möhkəm olan insanlar da bura aiddir. Daha sonra saçı qurulamaqdan da çox şey asılıdır. Saçın tökülməməyi üçün, saçın yaxşı qalmağı üçün saçı yumşaq şəkildə dəsmalın arasında sıxıb, yəni yüngül şəkildə, o şəkildə qurutmaq lazımdır. Saça sərt şəkildə toxunmaq olmaz. Məsələn, kişilərin çoxunda olur bu problem. Müştərilərimdə başıma gəlib yəni soruşmuşam. Deyirəm ki, saçınızı çox sərt silirsə və ya yuyanda çox möhkəm yuyursunuzsa, deyir, hə, onu eləməsəm elə bir ki, narahat oluram. Deyirəm, amma əslində siz bəli, narahat olursunuz. Bu psixoloji bir şeydir. Ən çox da əsəbi insanlarda olur, əsəbi kişilərdə ki, elə ki, bütün sinirini baş dərisindən çıxır. Amma inanın sonra o adamda kəpəkləmə olur. Deyingən həyat yoldaşından boğaza gəlib saçından hirsini çıxır. Yəni o şəkildə etdikdə artıq saç dərisi zədələnir və tüklər tökülməyə başlayır. Və belə deyim də, kəpəklənmə də baş verir. Daha sonra xanımlara məsləhət görərəm ki, elə uzun saçı olan bəylərə də saç spreylərindən istifadə eləsinlər. Hansı ki, istənilən marka, istənilən şəkildə var. Bu sırf ukladka üçün üzərinə zaten qeyd olunur. Saçı elə bir ki, istidən qoruyan və saçı qurudarkən heç vaxt saçın dibinə tutmasınlar feni. Ucuna doğru qurutsunlar. Dibdən yox, biraz orta hissədən uca doğru. Yəni saç fen saça nə qədər yaxınlaşarsa, o şəkildə adamlar var ki, səbirsiz olur da. İndi bilirəm, bəli, tez qurusun deyə tuturlar ki, hə, dibdən tez qurusun, amma o yandırır artıq saçı. Bunun üçün də saçı biraz qurutduqdan sonra yüngül sprey sıxmaq lazımdır saça, hardasa 5-6 sıxın bəs edir. Ona görə bərbərlər biraz, mən həmişə ona diqqət eləyirdim, sonra özüm də elə vərdiş halına gəldi. Biraz
bir xeyli aralıdan tuturlar, yəni Bəli. bu feni ki mən düşünürdüm ki, bu niyə bu qədər uzaqdan tutur filan. Sonra özümdə də bilmirəm, bilməyərəkdən əslində o formalaşdı. Mən də başladım o qaydada eləməyə. O şəkildə Hiss edirəm ki, daha da rahat olur elə qaydaya salmaq saçı. Demək ki, o zədələməsin deyə onlar. Bəli, elə bir ki, normal temperaturda sanki bir effekt yaradır ki, yayda saçınız öz-özünə quruyur. Yayda hava necə isti olur? Məsələn, yolsuz çıxırsınız şölə, saç quruyur. Bu o effekti verir və bir də xanım onu qeyd etmək istəyirəm ki, indiki dövrdə yəni hər şey texnologiya çox inkişaf edir və mənim də hal-hazırda istifadə etdiyim alətlər var. Son model alətlər. Yəni bunlar mütləq lazımdır və hava fenində burada yenə qeyd etdiyim kimi markanı demək istəmirəm. Bir marka var ki, hansı ki o fen saçı yandırmır, zədələmir. Yəni yaxından tutsan belə saçı yandırmır. Və yenə də buna rağmen çalışmaq lazımdır ki, saç dibinə fen tutulmasın. Çünki normal düşünün, adi istilik bədənimizə vuranda necə qızartı verir. Eyni şəkildə baş dərisinə də qızartı verir. Hə düşünün ki, normalda əl dərimiz və ya üz dərimiz, bədən dərimiz daha sərtdir, nəinki baş dərimiz. Baş dərimiz daha həssasdır. Çünki tüklərin arasında qaldığı üçün necə deyirlər, tam rahat inkişaf eləmir, tam rahat hava almır və bir də bunu qeyd etmək istəyirəm ki, məsələn, papaq qoyan insanlara baxa bilərsiniz və ya mühəndislərə, bina inşaat işində işləyən insanlara saçı tez tökülür. Səbəbi başlarında daim kaska olduğu üçün və ya papaq olduğu üçün. Bəli, havasız qalır və saçlar qırılır, onu da deyim. Ona görə mən düz eləyirəm, papaq heç vaxt taxmıram. Bəli, yəni papaq saçı qırır, zədələyir və xanıma bir də onu məsləhət görərəm ki, çalışsın saçını çox sərt şəkildə yığmasın. Məsələn, xanımlarda olur, rezinlə falan yığırlar, sərt şəkildə darayırlar. Yəni bir də belə sərt saça vuraraq belə kobud şəkildə daradıqları olur. Məsələn, bəydə də olur, xanımda da. Yəni o şeylərə yol verməsə, saçı çox sağlam olacaqdır. Bir də qidalandırıcı yağlardan istifadə edə bilər. Hansı ki, hər yerdə apteklərdə var. Yəni rahat kosmetika mağazalarından əldə edə bilər. Bir də Xəyalə xanım, bir ümumi sual verəcəm. Bəli. Saça ən çox zərər verən səhvlər hansılardır? Bax, ümumiyyətlə qidalanmanın da rolu varmı? Bu qısaca da olsa bir məlumat verərdiniz. Çünki mən bilirəm ki, var əslində. Özümdə, öz təcrübəmdə bilirəm onu. Mən bu günlərim, belə deyim, ümumiyyətlə zaten feminist insan deyiləm. Belə mənası pis çıxsa da mən həmişə kişilərin tərəfindəyəm. Çünki nəyə görə? Buradan bu arada məni dinləyən hər kəsə salamlarımı çatdırıram. Əziz kişilər, dərdiniz dərdimdir. Çünki bilirəm ki, kişilər hər zaman əziyyət çəkir, özlərinə fikir vermir. Kişilərlə çalışırsınız deyə gəlib orada dərdlərini deyəsiniz. Bəli, zaten mən onların psixoloquyam və onların dərdi mənim dərdimdir. Və bu üzərdən yanaşmaq istəyirəm ki, kişilərin ən birinci, elə kişilər üzərindən yanaşacağam. Ən böyük problemi nədir? Stres, əsəb. Kişilər hər şeyə səbr eləyir və bunu səbr elədikcə, içlərində bastırdıqca işin problemi, daxildə evin problemi, məsələn, uşaqla bağlı problem, ailə ilə bağlı problem, maddi vəziyyət və yaxud da başqa bir problemlər, hansı ki, qlobal problemlər sayılır bizim üçün və beynimizi yorur bu hissələr. Bunun nəticəsində əşi düzələr deyə içlərində bastırırlar hər şeyi və bu başlayır saçlarına təsir etməyə. Saç tökülür. Yəni saç tökülməsinin bu ümumi araşdırmadır və araşdırmanın nəticəsində məlum olub ki, kişilərin çox stres altında olmağı, fərqi yoxdur, stres altında işləməkləri və yaxud da stresli mühitdə olmaqları, bu fərqi yoxdur. İş, ailə və yaxud da şəxsi hər hansı bir, məsələn, yer olsun və ya biznes olsun. Bu şəkildə yaşamaq onların saçını tökür. Ən birinci səbəb odur. İkinci səbəb qidalanmadır. Hansı ki, bizə bəzən mədə və bağırsaq adi bir şey kimi gəlir. Amma inanın, dərimizdə adi bir səpkinin olması, dərimizin qırışmağı, rəngimizin ağarmağı, qaralmağı, qızarmağı hamısı bağırsağımızdan, mədəmizdən keçən bir şeydir. Yediyimiz qidalara çox təbii ki, diqqət etməliyik. Normal olaraq mən də bütün günü avokado yemirəm, amma ən azından yediyim yeməklərə fikir verirəm. Bir də qədər məsələsi də var, təbii ki. Həddən artıq məsəl üçün yağ istifadə edəndə, yağlı qidalar yeyəndə filan, bunların hamısı təsir edir. Yəni onları zaman-zaman mən öz üzərimdə, yəni o təcrübələri yaşamışam deyə bilirəm. Və bir də onu qeyd edim ki, məndə bir müddət belə bir problem yarandı. Saç tökülməsi yox. Amma saçın dərisində problem, yəni durduq yerə qaşınma, bəli, qaşınma və o belə necə deyim, kəpək deyil də dəri soyulu başlayırdı tökülməyə. Aşırı stres şəraitində olmusunuz o ərəfədə. Hə, dəhşət bir şeydi. O düzdür, o tibbi bir şampun var, yəni onunla
bunun Bəli. qarşısını almaq mümkün oldu. Çünki görürdüm ki, bu nəsə başqa bir şeydir. Sonra bir-iki mütəxəssisdən maraqlananda dedilər ki, qardaş, sən elə gəlir, sən əsəbi deyilsən, sən içəridə Bəli, partlayırsan, bəli, çölə bəli. vermirsən. Bu məqamda yenidən qısa bir fasilə ayrılıb, tez bir zamanda sizinlə birlikdə olacağıq. Bura olduqca maraqlıdır, qonağımız da maraqlı qonaqdır. Ona görə dalğanı dəyişməyin. Yenidən az sonra birlikdə olacaq. Bəli, dəyərli dinləyicilər, söz verdiyim kimi çox qısa zamanda geri dönüş etdik sizinləyik. Bir daha qonağımı qeyd edim. Qonağım bərbər stilist Xəyalət Cabbardır. Əlaqə nömrələrimiz var. 055 934 90 93. Bəzi suallar var, istəyirəm bir nəzər yetirim. Deməli, 1568 nömrəli abunəçi yazıb soruşur ki, incə telli saçlar üçün hansı kəsimlər daha uyğundur? İncə telli saçlar daha çox uşaq saç tipinə uyğun gəldiyi üçün çox saxlamaq məsləhətdir. Çünki qeyd etdiyim kimi körpə uşaqları, yəni primitiv bir şey misal çəkim, körpə uşaqlarının saç tipinə baxsaz görərsiniz ki, çox zəifdir və tökülməyə meyllidir. Məsələn, qeyd edirlər həmişə ki, 1 yaşdan sonra çoxalacaqdır. Yəni bu saçlar da o saç tipinə uyğun olduğu üçün daha çox saxlamaq lazımdır ki, həm baş tipi, başın dərisi görünməsin, həm də daha yaxşı görünsün və o saçlar yumşaq saçlar istənilən istiqamətdə gedir. Və elə saçlara istənilən kəsim, yəni qeyd etmək olur. Sadəcə hansı kəsimləri etmək olmaz? Fade məsələn məsləhət görmərəm. Çünki seyrək olduğu üçün o keçidi etmək çox çətin olur. Məsələn mən edirəm, amma bərbərlərin çoxu qeyd edəcəm Azərbaycanda bacarmır onu. Çünki çox yüngül işləmək lazımdır. Təbii ki, əldən ələ Bəli, fərqi bəli. var. O, yəni nə qədər də öyrənsən, o bilirsiz hər şey öyrənməklə olmur da, gərək qabiliyyət, bacarıq da Bəli. olsun. O əsas məsələlərdən biridir. Bax bir də bu məqama toxunaq. Dinləyici maraqlı bir sual veribdi. Niyə maraqlıdır? Açıqlamasını verəcəm. 4837 nömrəli abunəçi yazıb ki, saç tökülməsinin qarşısını almaq üçün evdə nə etmək olar? Mən şəxsi fikrimi, yanaşmamı deyim. Mən tərəfdarı deyiləm öz başına evdə Bəli. Instagramdan, TikTokdan mənim qaynanamda bir xasiyyət var. Instagramda nə gördüsə, deyir bax bu dərmana bax. Onun işi peşəsi ancaq xəstəlik axtarmaq və dərman düşünmək. Yəni deyirəm ki, hə nədir də? Deyir bax oynaq. Deyirəm qurban olum sənə. Səndə nə bilirsən nə problemdir? Oynağa 1000 dənə şey təsir eləyə bilər ki, ağrı yaransın. O səbəbi bilmək lazımdır. Sən deyirəm bunu öz başına içəsən başqa yerə. İndi buyurun siz fikrinizi bildirin ki, ev şəraitində nə etmək olar saç tökülməsinin qarşısını almaq üçün? Belə bir deyim var Lori dildə. Görün, amma evdə təkrar etməyin. Aha. Yəni sizin sözünüzə qüvvət Paşa bəy. Məsləhət görmürəm evdə hər hansı bir türkə çarə üsuldan istifadə etsinlər. İlk öncə trixoloqa müraciət edə bilərlər. Hansı ki saç həkimidir. Yox, bunu tapa bilmirlərsə dermatoloqa müraciət etsinlər. Yəni mütləq şəkildə dermatoloq onların dərdinə əlac tapacaq və burada da qan analizlərindən analizlər verməlidirlər. Daha sonra bilirlər ki, artıq hansı bir maddənin bədəndə artmağı və yaxud da hər hansı bir maddənin, adi vitaminin belə artıb azalmağı bədəndə bu saçımıza təsir edir, amma böyük ehtimal ki, stress mənşəlidir və stress mənşəli də olduqda nevropatoloqa müraciət etmək lazımdır ki, biraz sinirlər sakitləşsin, B qrup vitamin çatışmazlığıdır. Yəni necə fikirləşsək, nə etsək də həkimə mütləq şəkildə getmək lazımdır. Bax görürsüz, həkim mütəxəssis özü- olaraq bəli. Xəyalə xanım demir ki, müraciət eləyin bərbərə, stilistə, o dərdinizi tapacaq. O vurğulayır ki, bax bu sahələrə, bu sahə həkimlərinə müraciət edib problemin hardan qaynaqlandığını. Çünki belə deyək də bizim çöl görünüşümüzdə nə dəyişiklik baş verirsə, o daxildən gələn bir şeydir. İstər bu sızanaq olsun, istər əsəb adətən məsəl üçün yəni görmüşük, şahid olmuşuq, dırnaqlarda bəzən problemlər göbələk olur. xəstəliyi Göbələk olsun, çatlama, partlama, düşmə. Bunlar hamısı daxildən vitaminlər, bədəndə hansısa bir balansların pozulmasından, təbii ki, bu Maddələrin həkimlərə mübadiləsi aid, təbii ki, bu tibbə aid bir pozulanda- sahədir. Ona görə ən yaxşı məsləhət biz tərəfdən verə biləcəyimiz odur ki, mütəxəssisə yaxınlaşın, mütəxəssislərdən dəqiqləşdirin ki, nədir səbəbi. Demək, bax bir də maraqlı öz sualım var.
müştərilərlə işləyirsiniz. O bir deyim var, müştəri həmişə haqlıdır deyə bir deyim var. Bax, mənə maraqlıdır, siz nə qədər bacarırsınız o müştərilərin o kaprizləri olur. Bilirsiniz ki, bu yaraşmayacaq. Məsəl üçün deyirik ki, yox filan kəsdə görmüşəm, mən də elə istəyirəm. Yəni necə oradan çıxış yolu tapmağa çalışırsınız və çox olurmu bu? Bəli, təbii ki, normal olaraq olur, amma mən buradan bütün müştərilərimə salam deyirəm, dinləyənlər də varsa əgər. Və qeyd etmək istəyirəm ki, müştərilərimin çoxu mənə güvənir. Yəni gəldikdə hər birinin mənə görə hər müştəri balaca oğlan uşağıdır. Niyə bu şəkildə yanaşıram onu da deyim psixolojik olaraq. Çünki hamısının istədiyi bir saç tipi var və o əvvəldə keçmişdə qaldı ki, otururlar, dayı bir dənə yanlarına ağart, üst qalsın, durub getsinlər. Yəni bu yoxdur. Polbox ənənəvi. Bəli. Yəni yoxdur bu. Çünki elə böyümüşük də amma. Bəli. Amma artıq insanlar bilirlər ki, biz stil yaradanda bahalı bir sarışqa geyinəndə və ya sadə bir kətan sarışqa geyinəndə o köynəyə uyğun olaraq bir saç düzümü olmalıdır. Əgər saç səliqəsiz, saçın kənar xəttləri əyridirsə, o köynəyin əynində heç bir mənası qalmır. Çünki xanımlarımız belə maşallah olsun, yəni əvvəlki kimi deyil, hər şeydən çox yaxşı nəticə çıxara bilirlər və bilirlər ki, hər şeyə dəyər verə bilən kişi, yəni özünə, işinə, karyerasına dəyər verən kişinin birinci ilk öncə saçı səliqəli olmalıdır. Çünki saçına, öz düzəninə fikir verən insan hər şeyə həyatda fikir verir. Yəni mən də artıq bu fikirdəyəm, belə deyim. Bilmirəm, bəlkə də bu sahədəyəm deyə. Bəzən belə deyim, bir insanla söhbət eləyəndə belə mənim gözüm avtomatik olaraq saçın hər hansı bir əyri hissəsində qalır və gözüm zillənir o hissədə qalır ki, istəyirəm nəsə deyim və yaxud da fikrimi bildirim. Özümü sıxıb saxlayıram, söhbət bitdikdən sonra deyirəm ki, bəlkə filan şeyi belə eləyək, ya da ki, gəlin zəhmət olmasa onu düzəldək. Yəni öz fikrimi çatdırıram. Çünki biz necə, o yenə bayaq qeyd etdiyim kimi keçmişdə qaldı ki, insanların o saça önəm verməmək. Adı üstündə saç stilisti, yəni mənim belə işlədiyim sahə, hər kəsin bayaq qeyd etdim, üzünə, xarakterinə, xasiyyətinə, inanın mənə danışığı belə, yəni onun ağzından çıxan sözlər, duruşu, baxışı, gülüşü belə o saçla tamamlanmalıdır. Əgər tamamlanmırsa, çox gülməli bir nüans yaranır. Yəni müştəri də oturanda mən baxıram ki, bu insanın saç stili klassikdir, yoxsa sportdur. Bəzən elə insan var ki, baxıram dəyişkən xarakterdədir. Onun saçını sport və klassikanı qarşıma edirəm. Xayli xanım, verilişin son dəqiqələrindəyik. İstərdim bir sual verim. Mənə hansı növ saç, uzun, qısa, necə yaraşdırarsınız? Mənə maraqlı gəldi. Belə qeyd edim, mənim sonuncu master klassımdan sonra, hansı ki doktor Katın tələbəsi oldum, dünyaca məşhur top bərbərlərdən biridir və mən artıq hər 3 kəsimdə saç kəsə bilirəm. Həndəsi, anatomik və fiqur. Mən sizin saçınızı, baş quruluşunuzu anatomik olaraq yoxladıqdan sonra və saç tipinizi hal-hazırda toxuna bilmirəm, toxunduqdan sonra qeyd edə bilərəm ki, və əgər saçınızda buruqlar varsa və o buruqları nəzərə alaraq qeyd edə bilərəm hansı saç stilləri gedir, amma kənarları biraz ağarmış, yəni fade, üstü biraz uzun saxlaya bilərik. Çünki sizdə sport stil getdiyi üçün məncə klassikaya çox meylli deyilsiniz və özünüz də rəngarəng insansınız. Hansı ki sənətiniz, yəni gördüyünüz iş də buna əl verir. Daha çox qat-qat kəsim, üstlər rahat. Çünki bilirəm ki, çox da saç daramağa meylli bir insan deyilsiniz. Kənarları biraz az, niyə səliqəli olsun. Bir dəfə düzəltdimsə və salam da gün ərzində oynayan deyiləm, yəni səbrim çatmır ki, dəqiqə başa saçma əl gəzdirim və qeyd eləyim ki, demək əsgəri dönəminə qədər əsgəriyə getməyə bir 1-2 gün qalmış. Hətta bərbərin əli gəlmirdi kəsməyə. Mənim saçım həddən artıq uzun. Həddən deyəndə ki, yəni mənə görə normal idi. Amma qeyd edim ki, o dövrdə yaşadığım ərazidə 2 nəfərin saçı uzun idi. Bir nəfər var idi. O da idmançı. Heç kim heç nə deyə bilmir. Mənə də deyəndə indi yaşım az olanda təbii ki, kimsə nəsə deyəndə ki, ay yekə kişisən, bu nə saçdır? Deyirdim, belə hünərim var. Deyir, ona denə. Ona niyə demirsən? Yo, mənim sənə ərkim çatır. Demək, saçım kürəyimin ortasından idi. Və indi yaş artdıqca görürəm ki, hər şey okey idi. Kaş ki, üzümə çox da düşməzdi. Üzümə düşəndə bir o qədər yaxşı yaraşmır, amma arxa hissəyə gedəndə tamam, alın hissə açıq olanda gözəl görsənir. Ümidvaram ki, yaxın gələcəkdə mən də bir özümə çəki düzən vermək üçün yaxınlaşacağam, müraciət eləyəcəm sizə. Çox sağ olun, dəvətimizi qəbul etdiniz, gəldiniz, vaxt ayırdınız. Xoş oldu mənə də.
Təəssüflər olsun ki, verilişimizin sonuna gəlib çatdıq. Sağollaşmaq vaxtıdır. İnşallah növbəti görüşlərə qədər deyirəm. Hər kəsə də bax sizin kimi gördüyü sahədən asılı olmayaraq özünü inkişaf etdirməyi tövsiyə edirəm. Siz də sağollaşın. Mən də sağollaşıram dinləyicilərimizlə. İnşallah həftənin birinci gün yenidən eyni saatda, eyni vaxtda görüşmək ümidi ilə. Sağ olun, salamat qalın. Buradan hər kəsə, bizi dinləyən hər kəsi salamlayıram və əziz kişilər, qeyd etmək istəyirəm ki, saçlarınıza dəyər verin. Nə qədər ki gəncsiniz, nə qədər ki saçınız başınızdadır, saçınıza dəyər verin, saçınıza qulluqlar edin, saça mezoterapiyalar etdirin, hansı ki saç üçün vitaminlərdir və daim saçınız başınızda olsun və özgüvəniniz daha çox olsun, çünki hər kişinin saça ehtiyacı var. Çox sağ olun. Təşəkkürlər, sağ olun dəyərli dinləyicilər.